baş sponsor Unibank. Xüsusi sponsorlar Soundtride, Azərbaycanın kolası Buz Kola, Unimetal, Zira Olives, Sleepy by Hollywood. Alqışlayaq Qaqabəndi. Əli xanım, deyir, hər şeyin öz vaxtı var. İşin öz vaxtı, yeməyin öz vaxtı, istirahətin öz vaxtı və s. Sənin saydıqlarımdan məndə desən istirahətə heç vaxt vaxt olmur. Yox, yanılırsan Əli xanım. Sənin istirahət vaxtın hər bazar günü saat 20:00-dadır. Onda elə çıxır ki, zarafatı bir yana qoymağın vaxtı gəlib. Bəli, xanımlar və cənablar, Unibankın baş sponsorluğu ilə zarafat bir yana başladı! Necat, vaxtdan danışmışkən, vaxtı idarə eləmək də özü bir müdürlükdür. Bəli, deyir, vaxtı idarə etmək bir bacarıqdır. Vaxt göz qırpımı qədər sürətlidir. Məsələn, sən Əli xan, mən səni görəndə balaca bir uşaq idim. Hələ bir dünən olub. Bax, indi nə boydasan? Gördün mü, bax, necə gəlib keçdi? Sən amma elə bil artım barədə biraz yavaş irəliləyirsən, amma sözümün canı o deyil. Nəysə, keçək qonağımızın təqdimatına. Hamımızın çox uzun zamanlardır tanıdığı Sevimli aktrisamız, çox istedadlı aparıcı, prodüser, stand-upçı, hətta kitab da yazır. Respublikanın əməkdar artisti Dilarə Əliyeva. Musiqi də tam odur, mən də tam oyam, siz bilmirəm. Tam o da ödüyü, hə? Yox, mən tam oyam. İkimizi bir yerə yıxsa bir adam olur. Bir adam olur, bəli. Bir daha xoş gəldiniz. Xoş gördük, xoş gördük. Ay Allah, bu nə yemək içməkdir. Burada sınaqdır, burada imtahandır, yeməkdir. Əslində biz yeyirik ki, yaşayaq, amma yaşamaq üçün çox yeməyə ehtiyac yoxuymuş. Yəni, biraz olsa bəs edərmiş, bunu anladım. Bəs buymuş sizin bu gözəlliyin sirri? Bəli, bəli. Buymuş sizin cavanlaşmağımızın sirri? Muşmuşlar. Arıqlamaq istəyənlər, mənim kimi cəsarət eləyə bilməyənlər bu yola baş qoysunlar, yerini, yurdunu deyə bilmirəm, çünki onsuz da kəsəcəklər. Verilişdən sonra kim istəsə yaxınlaşar mənə. Ay sağ ol. Mənə deyəsiniz. Paylaşım eləyəcəklər. Mən girib orada komentə yazacağam, komentləri oxuyacam. Orada xoş gəlmisiniz, səfa gətirmisiniz. Sağ ol. Burada oturan gözəl gənclər, bizim qonaqlar sizə suallar verəcək və siz o suallara cavab verəcəksiniz. Tamaşaçılar, qonaqlarınız düşünsə ki, siz səmimiydiniz, onda sizə göy işarələr qaldıracaqlar. Əgər düşünsələr ki, yox, Dilarə xanım qeyri-səmimidir, onda qırmızı işarələr qalxacaq. Və nəticə etibarı ilə qırmızı çox olsa, bütün masaların hesabını siz ödəyirsiniz. Maşallah, masa da ağzına qədər ləbələm doludur. Əgər göy olsa, onda heç nə, Nicat ödəyəcək. Çox yeyimcisiz, sizə deyim. Amma əslində orada gluten çoxdur. Bütün karbohidratlarla doludur. Yəni az yesinlər ki, hesab az olsun. Bəli, valla düz deyirəm, düz yemirsiniz. Maksimum nə qədər hesab vermişsiniz? 2000-3000 arası olub. Bu Azərbaycanda olub, yoxsa xaricdə? Azərbaycanda. Xaricdə niyə girim də yox orada yükün altına? Mən getmişəm, mənə qonaq eləsinlər. Əli xan, görsən necə hesablar var? 2000, 3000. Mən 35 manatı keçməmişəm. Görmədim, əlinizi bir atsın. Bu gün bizi qonaq çağırsa nəzərə alaq. Bir dəfə məni çağırdı, mən yemək gətirdim. Hazır konteynerlarla qarşılayıram. Soyuducuda da yer var həmişə. Çox qabiliyyətli qonaqlıq olur. Bəli.
bəli. Çox qonaqpərvərəm, qarşılayıram, sevirəm qonaqları. Mən- Amma qonaqdan da qorxulu bir şey var, qara qutu. Qara qutu çox həyəcanlı bir qutudur. Oha. Onun içində hər şey ola bilər. Arxiv kasetlər ola bilər. İlan da ola bilər. İlan da ola Hər bilər. şey. Bir dəfə mən yadınıza ver işləsin, ver işlə. İlanın zəhərlisinə də, zəhərsizinə də lənət. Hətta. Qəşəng. Bəli. Bəli, alqışlarla qara qutumuz gəlsin. Hə. Ha, yox. Ola bilər. 150 qram. Qurbağaya da oxşayır. İlan da ola bilər. Bunu sənə tapşırıram qardaşım. Açmaq xahiş edirəm. Verilişin sonunda baxacağıq. O nə deyib açırıq və yaxud da O nə sonda. deyirik ki, açılmasın. Sonda, yox, sonda o. Sonda mütləq açılır. Bəli, bəli. Necə Yox, deyirlər, Stanislavski demişdi ki, əgər səhnədə bir silah varsa, mütləq o açılmalı. Bəli. Bəli. Salamlayıram hər kəsi. Dilarə xanım, xoş gəlmisiniz. Bu arada çox gözəl görünürsünüz. Təşəkkür edirəm. Onu keçməyim. Mənim sualım o olacaq ki, yeni çəkilən yerli seriallarda həddindən artıq pis söyüşlərdən istifadə olunur. Halbuki türk seriallarda bu söyüşləri eşidəndə necə deyirlər, bir o qədər də qulağa vurmur da, yəni. Sizcə bunun səbəbi nədir? Bizim aktyorlar mı söyüşü estetik söyə bilmir, yoxsa bizim tamaşaçılar mı hələ bu söyüşlərə hazır deyil? Hə, biz beləyik də, onun kinosuna 40 dəfə baxırıq. Özümüzünkilərə heç bir dəfə də baxmırıq. Doğru, maraqlı sual Necə deyil bu. deyirlər, bəli, Nurlanmasa filmində deyilir. Belə bir söz deyim. Söyüş, belə deyək, göstərişdir. Əgər ehtiyac olarsa və aktyor bu yükü daşımağı bacarırsa, təbii ki, çatdırılma bayaq söylədiyim kimi intonasiya və bunu bacarma qabiliyyəti önəmlidir və bizim köhnə kinolar dediyimiz kinolarda da belə həmin o söyüşlərdən istifadə olunub. Bəli. Təbii ki, hər bir işi görəndə akademikcəsinə yanaşırsansa, bu qəbul olunanda. Alatava serialı belə danışıqlara müəyyən mənada yer verilmişdi. Mənə soruşarsınız, qaydasındadır, dozasındaydı və mənə görə qəbul olunan idi. Belə bir xarakteri, belə bir obrazı aktyora tapşırılarsa, o orada mədəni şəkildə danışa bilməz ki, tamaşaçı buna hazır deyil. Yenə deyirəm, bunu hər adam eləyə bilməz. Olur səhnədə tülüklar göstərirlər, şüşə ilə, alovla, sonra yazıları təkrar etməyin təhlükəlidir. Bəli. Bu həqiqətən çox təhlükəli məqamdır və hamı üçün keçərli deyil. O söyə bilirsə, mən də söyüşdən istifadə etməliyəm. Belə deyil. Əgər bunu Vəziyyət onu gətirməlidir, bəli, düzdür? bacarmırsansa, haqqını verə bilməyəcəksənsə Elə. və o haqqı sənə vermirlərsə, bir zəhmət çəkil dur kənarda. Mənə elə gəlir ki, mən düşünürəm ki, söyüş dilin ayrılmaz bir parçasıdır və gündəlik bir çox insan dilə gətirməsə belə beynində söyüş söyür. Çünki müəyyən emosiyaları ifadə eləmək üçün söyüş yaranıb. Həyatda elə adam görməmişəm ki, o çəçələ barmağı yatağın qırağına vururlar. Söyüş söyməsin o Orada an. söyüş söyməyib neyniyəsən? O kravatı söyməyəsən neyniyəsən? O çəçələ barmağı söyməyib Amma belə bir neyniyəsən? söz də var da, deyir, ən mədəni insan tək olanda, əsiyəndə belə əli ilə ağzını tutur. İndi biz o level'a gəlib çıxmamışıq. Hələ var. Hətta həyatda olur, kimsə olur qohum əqrabamızda. Biri belə danışmağı bacarır. Hərdən gəlib onu danışdırırsan, biraz belə danışsan, ona baxıb güləsən. Amma adamda var, bu çox iticidir və çox iyrənc görünür və bunu normalda etiket qaydalarına da, səhnəyə də, ekrana da yaddır. Amma bu həyatda, aktyor da, kino da həyatın özü qədər inandırıcı və səmimi olmalıdır. Dilarə xanım, bəs sizə belə bir filmdə və yaxud serialda təklif gəlsə ki, orada ssenari açsaz görsəz ki, sizin qəhrəmanın söyüşləri var. Siz razılaşarsınız yoxsa yox? Əfsanə Qayıdır filmində mənim belə bir məqamım vardı. Aha. Mən də onun öhdəsindən çox şirincəsinə gəldim. Sən dedin, çəçələ barmağı, burada necə söyüş söyməyəsən. Ərin telefonuna girir, Bəli. səhv bundadır ki, girir. Amma o girib də, girir, Və xəyanət. baxır ki, xəyanət. Deyir ki, sən sabah çıx rayona, mən də arvadımı götürüb gələcəm, sən gedərsən otelə, Mən də mən də həmin otel- arvadı yatızdırıb gələcəm yanına. Arvad istəyirəm ki, burada söyüş söyməsin. Bəli. Amma deyə bilmərəm, ağzımdan çıxdı. Hatta orada ama vəziyyət bax ora gətirir. Bəli, ki, bəli, orada vəziyyət gəldi. Söyüşsüz Məsələn, olmur. mən orada deyə bilmərəm. Ay yaramaz. Hə. Ay xətəkar.
Xəyanətkar. İnanarsınız ona. Xəyanət. Heç səndən gözləməzdim. Bax, tamaşaçısınız. İnanarsınız buna. Yox. Bax, görürsünüz. 2025-ci ildə neçə dəfə səyahət eləmisiniz? 2025-ci ildə mən Avropaya getmişəm bir neçə dəfə. Səfərlərim olub. Hardasa bir 5-6 səfərim olub. Bəs necə getmisiniz? Rahat getmisiniz? Yaxın rəfiqəm var. Onun travel şirkəti ilə getmişik. Aha. Heç bir travel şirkətinin eləyə bilməyəcəyi bir özəllikləri istəyərdim sizə təqdim edeyim. Bizim baş sponsorumuz olan Unibankdan sizə hədiyyə var. Aha. O gəlsin, mən danışım. Buyurun. Nə gözəl. Bəli. Dilara xanım, Unibankın Black Edition adlı kartları var və World Elite adlı Mastercard'ın olan kartları Gözəl. var. Siz bu karta sahib oldunuzsa, Beni kimsə tutamaz. Heç kim. 24/7 konsiyerj xidməti var. Nə sualınız oldu yazır sonra onlar həmən cavablandırırlar. Evdən hava limanına VIP müştəri kimi transfer aparır sizi. Çatdırır hava limanına. Hava limanına çatandan sonra Bahalı maşınlar var, qara. Bax, onlar gəlir. heç bir növbədə gözləmirsiniz, heç bir növbədə heç kimlə bir yerdə durmursunuz. Gəz kartı göstərsiniz, növbəsiz keçdiniz. VIP loungelarda oturursunuz, kofe, çay, Vay, Wi-Fi, vay, internet, vay. kayf. Hər şeyi yaşayandan sonra gəlirsiniz hava limanına çatırsınız. Oradan da sizi qarşılayırlar, aparırlar otelə kimi və bütün bu imtiyazlardan yararlanmaq üçün aylıq heç bir minimal dövriyyə tələbi yoxdur. Yəni heç nə. Bu sadəcə kartı alırsınız və salam. Bundan sonra mənim ayağım yerdə dəyməz. Salam, hər vaxtınız xeyir olsun. Salam əleykum. Sualım belə, Dilara xanım. Şəhərin bir çox küçələrinə görkəmli aktyorların adı verilib. Sizcə 50 il sonra sizin də adınıza küçə olacaq? Ay, nə gözəl sualdır. Siz bu sualı mənə verirsinizsə, demək ki, belə bir sual yaranır. Hə, burada nəsə Ehtimal var. Doğrudan bu günü belə bir şübhə varsa, hətta ehtimal varsa, ehtimalı belə insanı xoşbəxt eləyir. Bu suala görə çox-çox təşəkkürümü bildirirəm. Niyə də olmasın? Niyə də olmasın? Niyə də? Başqa nə olmalıdır ki, olmalıdır olsun? ki? Olsa hansı küçədə istəyərdiniz olsun? Hansı yerdə? Yasamalda mənim yaşadığım küçədə bir boşluq olsa ora Bir tin keçmək. atsınlar. Hə, bir tin mənə bəs eləyir. Bir tin o tərəfə. Bir tin Hə, o tərəfə bildim. olsa bəs eləyir. Zərdabidən o tərəfə. Bəli, bəsimdir. Həsən bəy Zərdabidən o tərəfə. Bəs ha. Çox Niyə sağ də ol. yox? Çox sağ olun, təşəkkür Çox ederim. Qardaşım təşəkkür bunu edirəm. fikirləşib ha. Bu özü bir Çox sağ olun. böyük bir şey. Var olun. Çox sağ olun. Sağ ol qardaşım. Hardasa 50 ilə söz veriblər ki, Nicatın adına bir dənə qaraj qoyacaqlar. Bir qaraj Niyə də yox? Nicatın adına İnternet olacaq. səni bagaja qoy Əli deyir. xan, mənim adıma qaraj olacaq. Sənin adıma nə olacaq? Mən heç nə istəmirəm bu dünyadan. Ən çox istəyənlər elə istəməyənlərdir. Bunu da deyim biləsən. Bəli. Ola bilər, olmaya da bilər. Mən öləndən sonra qardaş, nə fərqi var? Yox, Heç bir çox mənası. fərqi Sağlığında var. istəyirsən? Çox fərqi var. Mən Çox mən fərqi zaten var. düşünürəm ki, bizim məşğul olduğumuz iş ölümsüzlüyə bərabərdir. Çünki bizim çəkildiyimiz filmlər var, proyektlər var və biz dünyada olmayandan sonra istənilən vaxtı bizi canlandırıb orada baxmaq olar. Bir də saçınızın kraskanın kodunu mənə deyərdiniz də. Əli xan Saqqalınıza vurmaq istəyirik. Nicat, hara vuracaqsan sən? Saçını da qaşlı eləyəcəksən. Qaş ola bilər, hə. Qaş, hə, mən də saqqalıma vuracağam. Saçı qırmızıdır. İnşallah ki, sualı qırmızı deyil. Nə işlə məşğulsuz? Mən rəssamlıqla məşğulam. Buyurun. Bir zamanlar ölkəmizin ən məşhur verilişlərdən biri olan Çalçalıq verilişində oturub sənətçilərin arxasınca dedikodu eləməyinizə baxmayaraq onlar sizdən incimirdilər. Bunu necə bacarırdınız siz? Təşəkkür eləyirəm. Çox gözəl sualdır. Sualınıza cavab olaraq demək istəyirəm ki, nə dediyin önəmli deyil, necə dediyin önəmlidir. Gözəl, Dilara xanım, gözəl. bizdə elə qonaqlar olur ki, biz bəzən sual verməmişik, amma verilişdən sonra inciyib çıxıb gedir. Yəni bunun sirri belə çıxır ki, nə deməyində yox, necə deməyindədir. Bir mənalı o söz olaraq. var, təqdimatdan çox şey asır. Bəli, bəli. Və bizi çox vaxt bada verən dediyimiz sözlər deyil, onların intonasiyalarıdır. Məsələn, adi bir cümlədir. Deyirik ki, onu ver də mənə. Siz bundan inciməyəcəksiniz. Amma bir də var ki, mən deyirəm, onu ver də mənə. Bu sizin xoşunuza gəlməyəcək. Yəni ki, bir də görürsən ki, 2 nəfər dalaşır. Bu deyir ki, sən nə haqla məndən belə danışırsan? O da biri,
Mən yazıq sənə nə dedim? Bir kəlmə dedim ki, onu ver mənə. Xançarının qaşı düşdü. Falan oldu. Əslində sözə baxanda sözdə bir şey yoxdur. Problem intonasiyadadır. Yəni düzgün intonasiya olmayanda deyilən söz adamı bada verir. İnci meydan danışdıq. Mən istəyirəm, buradan üzümü tuturam. Bizim dəyərli sənətkarımız, Respublikanın xalq artisti Bilal Əliyevə. Aha. Keçən verilişimizdə bir bağlaca yüngül inciliyi oldu. Hə, və mən buradan özümü tutub deyirəm ki, Bilal müəllim, hətta ona zəng də çaldım, üzr də istədim. Biz sizi çox sevirik. Yəni o sözümü səhv başa düşməyin. Odur ki, çox zaman sözlərə deyil, intonasiyalarımıza fikir verməliyik. Bəli. Təşəkkür edirəm Təşəkkür şansınıza. Dilarə xanım. Mən də onu demək istəyirəm ki, mən izləyirdim o vaxt sizin verilişlərdə. Nə gözəl. Hə, sizin diksiyanızda özünə məxsus bir sevgi var, belə yanaşma var və o insanları sanki Sevdim sizi. çox cəlb edir. Xanım getməyin. Elə mənim sizə təkliflərim və suallarım var. Fikir verdiniz ki, xanımın öz intonasiyası da çox maraqlı və Bəli. bəlkə bir şeir deyə bilərsiniz həmin bu intonasiya ilə. Bilirsiniz, hansısa bir şeir bilirsiniz, yoxsa Poetik yadımda deyil, amma belə uşaq şeirləri yadımda. uşaq şeirlər? Uşaq şeiridir. Fərqi yoxdur, de. Misal üçün mən deyə bilərəm ki, ay Pepe qan xoruz, gözləri mərcan Bax, xoruz. görürsünüz, sevgi ilə deyir Əlixan, belə. Mən düşünürəm ki, o İntonasiyası. müxtəlif cür demək olar. Bax, xoruz şeirini romantik deyə bilərsiniz. Niyə demək olmur ki? Hadi. Deyim. Ay pipi qan xoruz, gözləri mərcan xoruz. Sən nə tezdən durursan, qışqırıb banlayırsan. Ay sən canın yanmasın. Ay canım məstan xoruz. Dilarə xanım, bir sualım da var sizə. Başqa biznesiniz var? Elə sualı elə verdi ki, özümdən şübhələndim ki, görüm Yox, mən. var. Başqa Xahiş edirəm, tam başqa səmimi. biznesi. Hansısa Başqa bir bizneslə, biznesdən. başqa bizneslə məşğul olmaq istədim. Fikirləşdim ki, qızım üçün bəlkə belə bir şirniyyat, belə balaca belə bir şirniyyat dükanı eləyək. Adında şirin qoyasınız. Şirinlik. Şirinlik, hə. Halallığım verirəm. Kim istəsə aça bilər. Şirinlik. Yox, deməyin də, o sizin olsun. Hə, yox. Eləməyəcəm axı onsuz da. Sonra baxdım ki, ana bala biz bir banan bişirə bilirik, bir də şamdan. Yəni bu restoranı açan adamın özü gərək biş-düşün Həm də. dərinliyinə qədər biləsən də. Hə. Biz bilmədiyimiz işlə niyə məşğul ola? məşğul? Məsələn, elə bil ki, bir deyərək ki, biraz pul tapmışıq, bunun başına nətər daş sala bilər. Bu ona oxşayır. Məsələn, bunu açsaq biz batıracağıq. Hə, ondan Elə da- bir təcrübəmiz də yoxdur. Ona görə onun başını buraxdıq. Başqa biznesimiz yoxdur. Başqa biznesimiz Bax, belə. mən sizə bir söz deyim. Nəsə təklif eləmirsən. Mən Sən sizə adam istəyirəm oxşayırsan. batmayan bir biznes təklif edeyim sizə. Gözəl. Bəli. Aha. Çətin olmayan bir biznesdir. Çox belə sadə. Belə deyim də 25 minlik bir maşın alırsınız. Verirsiniz Soundrat şirkətinə. Taksi parkda Soundrat şirkəti. Bax oturursunuz evdə, hər ay sizə ən azı 1000 manat pul gəlir. Birbaşa kartınıza. Bax belə biznes, asan biznes harda var? Kim deyər mənə? Heç yerdə. Oturduğun yerdə pul qazanırsan. Gözəldir. Yoxsa ay nə bilim tort bişirəcəm. Gözəldir. Aha. Verilişimizin bu anında bizim xüsusi sponsorumuz olan Soundrite haqqında Əlixan bəy detallı şəkildə məlumat versin. Bəli. Əgər işlədiyiniz taksi park sizi qane eləmirsə və maşından istədiyiniz gəliri ala bilmirsinizsə, onda Soundrite şirkəti sizə kömək olacaq. Avtomobillərinizi Yangonun rəsmi partneri olan Soundrite şirkətinə gətirirsiniz. Onlar maşını sistemə qoşurlar və lazım olan hər şeyi eləyirlər. Siz də rahat şəkildə evdə oturursunuz və bütün gəlirlərə nəzarət edirsiniz. İstədiyiniz vaxtdakı yığılan bütün pulları karta keçirə bilərsiniz. Və bir də yeni qoşulan sürücülər üçün 300 manata qədər bonuslar da var. Salamlayıram hər birinizi, Salam. xoş gəlmisiniz. Necəsiniz? Çox sağ olun, yaxşı. Yaxşı olasınız. Siz hardan gəlmisiniz? Mən Pakistandan. Bəli. Doğrudan Pakistandandır.
Doğrudan Pakistandan. Mən indi neçə ildir burada yaşayıram deyə Azərbaycan dilini öyrənmişəm də. Dale qıcıqa barı nə qədər? Oradanam mən. Bir dənə sualı Pakistan dilində verə bilərsən. Yadından çıxıb Mən indi o sualı versəm heç kim başa düşməyəcək, ona görə gəlin Azərbaycanca verim, daha yaxşı olur. Nəysəm. Mən demək istəyirəm ki, indi hamımızın bildiyi kimi sizin də əsas rollardan birini aldığınız, oynadığınız Məhəllə 1 və Məhəllə 2 filmi əfsanəyə çevrildi. Amma Məhəllə 3-dən bir o qədər də çox adamın xəbəri olmadı. Və filmdə Qüdrət obrazının olmadığını nəzərə alsaq, deyə bilərikmi ki, filmi Məhəlləni gülməli edən Rəfail İskəndərov idi? Bu tamaşaçı yanaşmasıdır və hər bir tamaşaçının da bunu düşünməyə də çox böyük haqqı var. Çünki əgər filmdə Rəfail İskəndərov Qüdrət heç əvvəldən olmasaydı, kimsə belə bir bu niyə gülməli olmadı, səbəbi də orada görməzdi. Və Qüdrət obrazını xalqımız o qədər sevdi ki, qüdrətsiz məhəlləni kim də olmasa qüdrətsiz heç təsəvvür eləmirdi. Ən sevilən obrazlardan biri olduğu üçün təbii ki, Məhəllə üçün də qüdrətə ehtiyacı vardı. Alınmadığı təqdirdə qüdrətsiz məhəllə alındı. Qüdrətsiz məhəlləyə baxdılar. Kimisi sevdi, kimisi qüdrəti gözlədi. Amma bu yenə də gözəldir. Çünki nəticədə ortada bir iş var və fikir var. Məhəllə 1 və Məhəllə 2 müstəqil Azərbaycan kinematografiyasında çox mühüm bir yeri var. 3 əziyyətli iş olub, amma bildiyim qədər 1 ilə 2-nin yanında durmayıb baxımlıq tərəfdən. Bəli, ümumiyyətlə iş varsa, müzakirə var, yanaşma var. Sizə görə belə ola bilər. Filmin yaşama nöqtəsi yenə tamaşaçı qayıdışı, tamaşaçı baxışıdır. Əgər əvvəlki baxış sayını qucaqlamırsa, o cür geri dönüş vermirsə, demək ki, o birilərin yanında uduzur. Çünki verilən reaksiya ən vacib olan nöqtədir, məqamdır. Bəs Rəfail bəy nəyə görə? Onu dəvət eləmədilərmi, yoxsa özü istəmədi? Bilirsiniz, burada ssenari də başqa cür idi və onu da bilirsiniz ki, bu şəhərdə artıq Rəfail və Coşqun özləri müstəqil olaraq fəaliyyət göstərirlər. Onlar ola bilsin ki, zamanla həyata, bu cür proyektlərə, layihələrə baxış bucağı dəyişmiş ola bilir. Nə bilim, münasibətə söykənə bilir. Bu qədər detalları mən onların əvəzindən yanlış danışmış ola bilərəm. Amma olmayıblarsa, demək ki, özlərinə görə bəlli bir səbəbləri mütləq şəkildə vardır. Doğrudan həddən artıq çox sevildi də. O sizə nə verdi? Nə dəyişikliklər elədi bu məhəbbət obrazından sonra? Mənim verilişimi belə görməyənlər, nə bilim, Ursiyyətdə, xaricdə yaşayanlar, bunlar hamısı məni məhəbbəti sevdilər, məhəbbətdən tanıdılar. Məsələn, bir dəfə çox məşhur plastik cərrah getmişik onun yanına, çox yaxın adamımla. Mən onunla indi danışırıq, söhbət eləyirik. Heç bir operasiya eləməmişəm, elə belə getmişdim məsləhətə. Özümə görə də getməmişim, yanımdakı indi belə deyirlər. Amma gedim görüm mənə deyəcəkdi. Özü Moskvada yaşayır. Gəlmişdim, getdim. Dedim, sən onunla danışanda sən deyərsən ki, mən burada balaca adam deyirəm. O da biri deyir, o heç kimi tanımır. Deyirəm, tanımasa da yenə denən ki, bu sunucudur, oyuncudur, stand-upçıdır. Bunlar denəndə ona da. Neysə, getdik, o da danışdılar, sonra bildim. Buyurun, tanış olun, Dilarə Əliyeva bizdə çox, bilmirim, mənə əsər deyirsən. Bu bizdə çox məşhurdur, insanlar onun sizə aktrisa aparıcıdır. Bu da indi rusca danışırıq amma. Deyir ki, çox üzr istəyirəm, mən Azərbaycanda yaşamıram, üzr istəyirəm ki, siz tanımıram. Deyirəm, bir dəqiq deyəm. Məhəllə pasmatrili, o da biri. No da. Deyirəm, Qüdrət Əjına da. Birdən bu Azərbaycanca qayıdıb demədi. Az canın yanmasın. Məhəbbət. Mən də deyirəm, Ay, sağ ol. yəni ki, bu cür Azərbaycandan heç xəbəri olmayan adam mütləq məhəbbətə baxıb Məncə, tanıyır. Məhəllə filminə baxmayan adam yoxdur. Məhəbbəti tanımayan heç özünü tanımır. Özünü tanımır. Təşəkkür edirəm. Pakistana, yoxsa? Hələ ki buralardayım. Hələ ki buralar. Bizim hələ rubrikamız var. Aha. Deməli, Dilarə xanım, sizin çəkildiyiniz, iştirak etdiyiniz filmlər, seriallar, layihələr arasında o yoxsa bu seçim olacaq? Aha.
Kəndimizin Monikası yoxsa gəlinlər? Gəlinlər, Gəlinlər yoxsa sir? gəlinlər, Gəlinlər yoxsa beşbətər? gəlinlər, Gəlinlər yoxsa sübhün səfiri? gəlinlər. Gəlinlər yoxsa üç bacı? Üç bacı, Üç bacı yoxsa 100 kağız? üç bacı, Üç bacı yoxsa qaynanamız? qaynanamız. Qaynanamız yoxsa hoqqa? Hoqqa, Hoqqa yoxsa baldız? hoqqa, Hoqqa yoxsa milyonluq quş? hoqqa. Hoqqa yoxsa əfsanə qayıdır? Əfsanə qayıdır, Əfsanə qayıdır yoxsa qara tikan? əfsanə qayıdır. Əfsanə qayıdır yoxsa geri dönənlər? Geri dönənlər, Geri dönənlər yoxsa cin atı? geri dönənlər, Geri dönənlər yoxsa ikinci bahar? geri dönənlər. Geri dönənlər yoxsa məhəllə? Məhəllə. Aydındır da. Bəli, məhəllə. Süper. Verilişimizin bu anında, gözəl şirin anında bizim xüsusi sponsorumuz olan Azərbaycanın kolası, milli kolamız, Buz Kolanı istəyirəm dəvət edeyim. Buz kolanı içməliyəm. Çünki Naxçıvanın dağlarının suyundan hazırlanır. O qədər dadlıdır. Şəkəri öz yerində, qazı öz yerində. Bu, yəni o burası da öyle. Bu buz koladır. Buz kimi için bunu. Bəli. Öz aramızda duz da Naxçıvandadır, buz da Naxçıvandadır. Görürsən? Alqışlayaq buz kolanı bir daha. Xoş gəlmisən. Xoş gördük. Hər birinizi bir daha salamlayıram. Özümü təqdim elə. Adım Rauldur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr 1-ci kurs tələbəsiyəm. Bəli. Özüm də belə Ocaq Teatr qrupu olaraq tamaşa səhnələşdirib fərqli teatr səhnələrində belə. Belə İspaniyada yaşayır, amma gəlir gedir də, hə. Çox istedadlı oğlandı. Bizim Şirin serialında iştirak edir, çəkilir gözəl. və Şirinin məhəllə uşaqsıdır. Elə şirin ağıldadırsa işte. Hə, sağ ol. Şirin ağılda necə olmalıdır? Dilara xanım, Buyurun. ataların belə bir misalı var ki, bir əldə iki qarpız tutmazlar. Siz həm aparıcı, həm prodüsersiz, həm aktrisasız, hətta stand-up da etmisiniz, belə deyək. Onda belə də çıxır ki, siz ataları səhv çıxardırsınız. Hə, yaxşı oldu. Hə, Dilara xanım, bu nə Bir məsələdir maşallah? qadın evdə həm xörək bişirir, həm paltar yuyur, həm uşaq saxlayır, həm evləri bazarlıq eləyir Həm evləri təmizləyir, və hamısı da nə olur? Qadın işi. həm də ədəbiyyatı da O vurur. sənin saydıqlarında hamısı aktyor işidir. Oldu? Aydındır, çox təşəkkür edirəm. Sağ olun. Bax gördün, bu cür bəzənib gəlmisən, 2 saniyə həll oldu söhbət. Belə çox görmürük efirdə. Təşəkkür edirəm. Sağ ol qardaş, sağ ol. Sağ ol. Cavabı gördün. Dilara xanım, bu atalar nöşün bu misalı deyiblər. Bir əldə iki qarpız tutmaq olmaz. Çünki həm əl aşınla olursa, həm də bəli. əl aşınla. Amma siz olmamısınız axı. Hər bir işdə, yəni stand-upçı kimi də göstərmisiniz məharətinizi, Prodüser, aparıcı kimi. stand-upçı, aparıcı, hər şey. Maşallah, Aktrisa, universal bəli. Dilara xanım. Hətta kitab da yazırsın. Bəli, bəli, Dilarənin monoloqları da var. İnarsınız bura çatanda ki, onu hansı günlə saxlamışdın? Gətir bunu göstər də. Yer axtarırdım və belə yer axtardım, o göstərim. Altdan bir dənə şəklini Hər qoyarıq. şeyin şəklini WhatsApp-da göndərərəm. İnan ki, dişimi çiğnəyəcək ki, mən o kitabı niyə gətirmədim? gərək gətirəcəksən. Bütün bunlar hamısı öz üzərində işləmək istəyirsənsə, inkişaf etmək istəyirsənsə, Bəli, oradan irəli gəlir. yeni söz demək istəyirsənsə, hər dəfə bir janra, bir yanaşmaya yelkən açmağı bacarmalısan. Və bir də gənclərsiz, məndən sizə məsləhət. Çalışın yanınızda, ətrafınızda, başınızın üstündə həmişə sizdən ağıllı adamlar olsun. Girdiyiniz məkanda hamıdan ağıllı sizsə orada çox oturmayın. Çünki onlar sizi dala dartacaqlar. Amma sizə lazımdır siz qabağa Əla gedəsiniz. sözdür. Əla, süpərdir. Gördüm, salamlayıram hər birinizi. Dilara xanım, xoş gəlmisiniz. Mən ilk öncə onu demək istəyirəm ki, mən sizin aktrisalığınızı çox bəyənirəm. Xüsusilə mən uşaq idim onda, düzdür. Üç bacı teleserialını və Məhəllənin Anamdan sevərək izləyirdik. Sualım belədir. Oqtay Əliyevlə, Allah rəhmət eləsin, İncəsənət Universitetində tanış olmusunuz. Ondan sonra aktrisa karyeranız müsbətə doğru irəliləyib. Bəs sizcə, əgər bu tanışlıq olmasaydı, Dilara xanım yenə hazırda olduğu yerdə olardı? Çox çətin olardı.
bəlkə də mümkünsüz olardı. Mən düşünürəm ki, mən Oktayın sənət əsəriyəm. Çünki o mənə o şəraiti, o meydanı yaratdı. Mən də ondan məmnuniyyətlə, belə deyək, bəhrələndim. Oktayla tanış olanda belə, əgər Oktay mənim istedadımın heyranı olmasaydı ki, o mənim istedadımın ən böyük heyranı idi, mən Oktayla bir araya gəlməyəcəkdim. Oktayın mənim istedadıma olan heyranlığına mən daha çox vuruldum. Çünki mən arzularım və mənim hiss etdiklərim mənim başqa türlü sevgimdən üstün deyil. Və Oktay da çox doğru yanaşdı ki, o ilk öncə mənim özümü deyil, mənim istedadımı sevdi. Sonra mənə diqqət ayırdı. Sonra sevdiyini dedi. O mənimlə ilk olaraq tamaşa hazırladı və tamaşanın sonunda biz evləndik. Amma o mənə bir İncəsənət Universitetində bir aktrisa kimi yanaşmışdı. Belə bir fikri yox. Gedişatda mən başa düşdüm ki, o mənim həyatımın ən vacib insanıdır. Çünki mənim istedadımı sevir. Mən də onun istedadını sevdim. Mənə bu qədər bəs eləyirdi. Oktay bəy, Allah qəni-qəni rəhmət eləsin. O elə bir insan idi ki, belə sözü üzə deyən, düz, yaxşı mənada belə qırmızı adam idi da. Yəni sizin çox yaxşı yumor hissi var idi. Bəli, çox dəyişən. Bir dəfə qoy bunu deyim. Bir dəfə ad günündəyik. Aygül xanımın ad günüdür. Mən də belə mənə söz verdilər. Oktay heç vaxt məni tərifləmirdi də, heç vaxt. Həmişə belə tənqid eləyirdi ki, mən daha da inkişaf eləyim, özümdən razı olmayım falan. Mən özümə də hər çıxışımda falan da mütləq şəkildə Oktayın gözü ilə baxıram, özümü yığışdırıram və elə inkişaf eləyirəmsə, demək hələ də mən onu eşidirəm. Demək, Aygün xanımın ad günündə çıxmışam, monoloq deyirəm. Allah, nə sözlər. Necə deyirəm. Bir də baxdım ki, nə əcəbsə Oktay məni telefondan çəkir. Dedim, xoşuna gəldi, nə gözəl. Neysə, dedim, qırrələndim ki, Oktay belə baxır ki, kakana qavardı. Gəldim, səhnədən gəldim, dedim, Oktay necə yaxşı verir, əla, amma heç kim qulaq asmır. Yaxşı. Niyə də? Hə. Onu demək istəyirdim ki... Mən elə bilirdim ki, deyəcək, axşam göstərərəm, orada səhvlərim var. O da olurdu. Olur da ad gündür falan, kimisə yolda görüşür, veriş aparır, yemək yeyir. Veriş aparır. Hamı mənim danışdığımdan şokdadır ki, Dilarə bunu necə danışdı, nə bilim, nə. Oktay götürüb qulağımda olub biri. Sən də salamatçılıqdır. Deyəcəksiniz ki, mən tez-tez bu verilişə gəlim, hələ yeyib içməklə yola salışdım. Bəlim, Xüsusi gözəldir. sponsorumuz olan Zirə Olivs'dan zeytun səbəti var. Zəhmət olmasa gəlsin. Bəli. Alqışlayaq. Sağlam qidalanmaq üçün hər bir məhsul var orada. Tam sizin üçün Dilarə xanım. Bunlar hamısı sizindir. Bəli. Farinə, Yerli istehsal. nə bilim, Mürəbbə, şorba, yağlar, uşaq üçün, böyük üçün. hər şey var orada. Hər şey. Səhər yeməyi tam hazır. Bəli, əzməsi də var. İndiki yaşam tərzimin tam qidası. Bəli. Zirə Oliv zeytun zavodu Azərbaycanda, yəni Abşeronda yetişən zeytunlardan tam təbii və qatqısız məhsullar hazırlayır. Bağlarda zeytunlara necə qulluq edilirsə, zavodda da o qədər diqqətlə işlənir, ən son texnologiyalarla və yüksək keyfiyyət standartlarına uyğun qablaşdırılır. Ümumiyyətlə, sağlam və keyfiyyətli qidalanmaq istəyirsinizsə, Zirə Oliv tam doğru seçimdir. Təşəkkürlər Zirə Oliv. Dilarə xanım, bizim rubrikamız var. Sizi fərqli situasiyalara salırıq və siz improvizə edib o situasiyalardan çıxmalısınız. Oha. Birinci situasiya odur ki, Nicatla. Nicat taksi şoförüdür. Siz hava limanına getməlisiniz və taksi sifariş eləmişsiniz, əlinizdə də çimadan var. O zəng vurur ki, Dilarə xanım, valla mən yaxınlaşa bilmirəm sizin məhəlləyə tərəf. Zəhmət olmasa çimadanla bir yerdə yolu keçin, gəlin bura, mini maşına gedək. Siz də deyirsiniz ki, mənim əlimdə çimadanlar var, ağırdır, sən gəl bura. O da deyir ki, yox, mən gəlməyəm. Ya siz gəlsiniz, ya mən gedirəm. Siz də əldən buraxmaq istəmişsiniz, çünki pik vaxtıdır, taksi tapmaq olmur və yeganə seçim Nicatdır.
Buyurun Zət. Xanım salam əleykum. Salam əleykum. Mən çox üzr istəyirəm. Mən yolun bu bursu tərəfindəyəm. Ay, O bursu tələsirəm, tez elə. Yox, bildim də xanım, çox xahiş edirəm. Mən o tərəfi keçənmirəm. Tıxacdır. Mən ora keçənə kimi ən azı bir 15-20 Sən dəqiqə keçəcəm. bilirsən bu nə yoldur? Mən buradan ora keçə bilərəm. Bilirəm də ana yoldur. Ay, sağ Ana ol. müqəddəsdir. Qurban olmalarınıza. Mən keçə Ay, bilmirəm. qurban olum. Mən bu yolu oradan keçənə qədər bu təyyarə Amerikaya çatar. Mən sizdən çox xahiş edirəm. Bilirəm əliniz ağırdır, yükünüz var. Keçin bu Burada, tərəfə. burada Kiməsə deyin kömək eləsin. paraleldə o danışır və rəfiqənizlə görüşmüsünüz. O həyat yoldaşı ilə dalaşıb ağlaya-ağlaya sizə vəziyyəti izah edir ki, siz də onu sakitləşdirməyə çalışasınız. Rəfiqə sənsən. tamam. Rəfiqə mənəm, sən də ki taksidəsən. Ay qardaş, mən bu çamadanın içində Hadi yazır kimsə var da kömək eləsin. Xahiş edirəm. Başımın ətini yeyib illərimi aparıb. hamısı bu gülə qalmışdı. Mən yazıq bir dəfə göydə çıxacaqdım da hamısı tökün üstümə. Az nə olacaq? Arvad davası yaz yağış kimi bir şeydir. İndi yağır sabah gün çıxacaq da. Ay xanım, xahiş Yaxşı, edirəm. mən Mən oturub indi günü gözləməliyəm. Az geç bir dənə üzümdən maçını xanım mənə gəlmə yazılacaq. Burada xanım Ay, bir qurban imtina olum verin. sənə. Mən imtina verəm. Əlimdə çamadan, bu bir çamadan paltar döyülür, burada bir çamadan stres var. Bildim də, Öldüm axı mən yanınızda da də. kimsə var da, danışırsınız, Yanımda kömək kim var? eləsin də. Bunun özünə kömək eləyə lazım. Ne Haydi fayda bana, yaman gündə. İmtina ver, çıxsın, getsin, özüm Ay. apararam səni sabah. Annəyim çıxsın, Yo, yo. qatar nəydi? Başım getdi. Xanım, mən Oğlum, imtina başım verəm getdi. taksiyə. Siz imtina verin. Bir Çox xahiş edirəm. bir dəqiqə. Gör sənə nə deyirəm. De. Mən sənə bir söz deyim. Az get bitər, o yanına bu yanına keç barış. Sabah elə eləyərsən onlar nəsillikcə ağlayar. Xanım, Niyə yaxşı. bilmirəm, cadu. Cadu nədir? O hardan ağlıma gəldi? Demək eləmisən bir-iki dəfə elə. Eşidirsən qardaş. Xanım, mənə cərimə yazacaq. Xahiş Sən edirəm. gedib fırlanıb gəlmişdin indiyə qədəri. Vay. Eşidirsən məni? Sən burada danışıb mənlə danışırsan ki, fırlanıb gəlmişdin. Mən bu yolu İmtina edin. keçəməyəcəm. Xahiş edirəm, siz imtina edin. İmtina niyə imtina eləyəm? Bəs mən Mən qalım reytingim əlimdə düşür, qurban olum sizə. Reytingim düşür mən. Necət Qurban olum. ofisiantdır, üstünüzə kofe dağıdıb, siz onu da anlayırsınız. Ay Allah, ay bu qabiliyyət. Qurban bilmədim. Mən başa düşdüm, sən bilmədin. Mən indi getməliyəm təyyarəyə. Burada əlimdə Dilarə, çamadan mən burada. yığdım, ona üzümə tüpürdü, deyir, bir də işlərimi yığ, çıx, bas. Ay tüpürdü. Eyb yox da ərindir də. Yola ver getsin də. Neyniyim? Ki birinci dəfədir tüpürürsən də deyən ki. Burada da mənim üstümə tüpürdü. Xanım, verin bunu aparım, bunu təmizləmədən o sildirim. Yox, eybi yox da heç nə olmaz. Artıq nəsə, bunu da mən verirəm. Artıq nəsə paltarınız var. Bu lattı pencək oldu da, eybi yox da. Ay xanım, xahiş edirəm imtina verin. Mənə cərimə yazılır. Burada Ay xahiş edirəm. qardaş deyən bu basabasda mən bir tərəfim olub latte, bir tərəfdə qulağımdan qan gəlir, bir tərəfdə təyyarə gecikir qardaş, qurban olum. Eşidirsən ofisiant, eşidirsən kapuçino var. Gətir onu da buradan tökək üstünə. Olsun, eyni. Olsun. Dilarə xanım, Ay, elçilikdəsiz, oğul anasısız və qızın atası durur ayağa deyir ki, mən qızımı heç bir oğlana verməyəcəm əgər qızımın qaynanası anasiyəcəzi oxumasa. Bəli, quda. Mən başa düşmədim. Quda, başda quda. Mən başa düşmədim. Siz qız verirsiniz, yoxsa filarmoniya solist seçirsiniz? Mən başa istəyirəm düşmürəm. Ay xanım, mən ilişib qalmışam burada. Gəlin siz, gəlin Ay siz. qurban Xahiş olum. edirəm, imtina Ay verin. sən imtinanı gözləyənə qədər sən gedib oradan fırlanıb gələrdin də. Fırlana bilmirəm də, qurban olum. Yoxsa ki təyyarə mənə imtina verəcək. 2 dəqiqə deyəm burada mən qız atasının Ay, cavabını Dilarə verirəm. xanım, Ay, yarım Nə saat oldu? göstərin burada. Deyirəm, bir dəqiqə. Onda mənim də şərtlərim var. O şərtləri qızınız əgər yerinə yetirə bilməsə, bu saat siz gərək mənə sevgah oxuyasınız. Puh, mən nə Bəli. oxuyuram ki, bu Xanım, mənim onlar istəyim. sözü dəyişin də. Bir Çox dəqiqə. üzrlü sayın. Yox, eybi yoxdur, eybi yox. Siz bundan heç narahat olmayın. bəkər. Əsas odur ki, mən buradan Dilarə işləri gətirib atıb qapının ağzına mən Şu neyim? səni də başıma Min dəfə demişəm, ləlön olmadan stoykan olsun. Sən özünü niyə o yerə çatdırırsan? Yaxşı. Zəng elə qaynananla biraz yaltaqlan, o barışdırsın Dilarə, sizi. xahiş Eşidirsən edirəm, məni, imtina orada verin. qaynanana yaltaqlansan, məsələ həll olunacaq. Divanda yer az sizdə qalacaq, Nə deyəsən. divanda yer? Ay, quda. Deyən görüm, mən Sevgah evin oxu görək. açarını vermişəm altdakı qonşuya. Qurban olum. Sən fırlan gəl də qardaş da. Xanım, fırlana bilmirəm, 39 Sən- azəyə cərimə gəlib. Ay, Dərhal ölürsəm. qardaş, İstəyirsən imtina eləsə imtina. Mən olsa gedəsi olmadım çünki təyyarə ucu göydə fırlanır. Sağ ol. Bu Dilarə xanım Əliyevədir. Alqışlar.
Salam, hər vaxtınız xeyir olsun. Xoş gəlmisiniz. Adım Qafardır. Necəsiz Dilara xanım? Meyxana deyəcəksən? Futbol İndiki aparıcısı. kinolar, bir sualım var sizə. İndiki kinolar köhnə kinoların yerini vermir. Belə deyirlər. Sizcə, sizin kimi bacarıqlı bir aktrisanın bunda payı varmı? Ha, indiki kinolar. 50 ildən sonra da indiki kinolara köhnə kinolar deyib, indiki kinolarına qiyaslayacaqsınız. Bəli. İndiyənə kimi ən istədiyim cavab, ən gözlədiyim cavab. Amma belə bir söz deyim, o ki qaldı birbaşa sualınızda olan məqamlara, o tamaşaçı ağrısını da hiss elədim. Təbii ki, bizə öz milli qəhrəmanlarımızı doğan, yaradan, sevdirən qəhrəmanlarımız lazımdır. Filmlərimiz lazımdır. Aktyorlarımız, simalarımız lazımdır. Bəli. Bunun üçün özünüz çox gözəl bilirsiniz ki, kino kapitaldır. O kapital olmalıdır. O kapital olarsa özünüz görürsünüz ki, bizdə zamanla çox gözəl seriallar da olur. Bəli. Tamaşaçı marağına kütləvi şəkildə səbəb olan yerli seriallarımız, filmlərimiz olur. Niyə? Çünki çox biraz maliyyə olur. Amma kapital olmayınca hamı yazıqlayır, hamı aciz olur. Ssenari yazılır ki, şəxsi təyyarə yoxdur. Sonra təyyarə yoxdur. Gəmi olsun, gəmi yoxdur. Sonra olur ki, bu gəmi yoxdur. Qatar yoxdur. Ən yaxşısı bir dənə ofisdə. Yəni ki, hər şey kiçilə, sonda ortaya çıxan məhsul bu qalır. Amma özünüz də görürsünüz, kapital qoyulan, xərc qoyulan filmlər özünü doğrulda bilir. Biraz Azərbaycanda yürüyən işlər var. Bax, bu belə olur. Hamısı Allahdan olur. Allahdan gün çıxdı. Remont olmadı. Allahdan qara palto geymişdim. Allahdan bığı qırxmamışdım. Hər şey Allahdandır. Probkaya Çünki düşməli. adamdan olanda bu alınmır. 50 il əvvəl də keyfiyyətsiz pis filmlər olub da, amma biz niyə görmürük onları indi? Bax, indi baxır yenə deyir ki, o filmlər. Nostalji hisslər insanı, bax, bayaq məhəllədən danışdıq. Bizim Qüdrətlə görüşümüz var da. Qüdrət zala girəndə kimsə sevindi, amma mən orada ağlayan insanlar gördüm. Niyə ağladılar? Çünki o filmə baxanda 5 yaşında bəlkə də valideyni, anasını itirir, bəlkə bütün ailə bir yerdə idi. Bəlkə anasını xatırladı ki, anamla baxdıq, zaman keçib, 22 il keçib artıq. O vaxt, zaman gedişatı, nostalji insanı, belə deyək, kövrəldir. O artıq sənin üçün heç bir məna daşımayan elementlər falan, hamısı bir mənaya, məzmuna gəlir. Mən o köhnə kinolarımızın heç bir məziyyətini, mahiyyətini küçümsəmirəm, əksinə böyüdürəm. Bir şeyi itirmişik. Bunu etiraf edirəm indiki zamanda. Köhnə filmlərdə kinoya olan münasibət, ciddi münasibət bugün yoxdur. Çox sağ ol. Sağ ol. Verilişimizin xüsusi sponsoru evinizin və gələcəyinizin etibarlı təməli olan Unimetaldır. Unimetalın üstünlüklərini sadalayarkən ilk növbədə qeyd etməliyəm. Geniş çeşid və ambar ehtiyatı. Müştəri sifarişi gözləmədən istədiyi məhsulu dərhal əldə edə bilir. Dəqiq ölçü standartları bu da layihənin gedişində gözlənilməz problemlərin qarşısını alır. Sertifikatlaşdırılmış keyfiyyət məhsulların hamısı beynəlxalq sənaye standartlarına cavab verir və müvafiq sənədlərlə təmin olunur. Unimetal, həqiqi metalın ünvanı. Alqışlar Unimetal. Əvvəla salamlayıram hər kəsi. Xoş gəlmisiniz. Sağ ol. Sualım belə idi ki, siz Cavid ömrü filmində Hüseyn Cavidin həyat yoldaşı, Məhəllə filmində isə Qüdrətin həyat yoldaşı, məhəbbət rolunu canlandırmısınız. Bu obrazlardan hansını canlandırmaq sizə daha çətin olub? Hər ikisi çətindir. Hər bir işi, hansısa bir işi ciddiyə alsan, onda işdə ciddi alınacaq. Sadəcə olaraq mənəvi yükü, ağrısı təbii ki, Müşkinaz xanımın, belə ki, 2006-cı ildə film çəkilib, 2007-ci ildə təqdim olunub, 2026-cı ildir. Hələ Müşkinaz xanımın adı çəkiləndə mənim çənəm
səyriyir və mən özümü çox pis hiss eləyirəm. Onun o bütün ağrısı, əzabı, o gecələr yatanda gözümün qarşısına gəlirdi. Müşkinaz xanımın keçirtdiyi bir qadın olaraq əzabları, həsrəti, evlad ayrılığı, həyat yoldaşının ayrılığı, bu qədər gözəl, göyərçin yuvası kimi bir ailəsi olan insanı repressiya hansı çətinliklərə məruz qoydu. Bir ailəni, bir nəsli darmadağın etdi, yerlə yeksan etdi, məhv etdi. Və o ağrı mənim çiyinlərimdədir və mən özümü onların içindən biri sayıram, onların yükünü çiynimdə daşıyıram, ağrısı ürəyimdədir, sevinci könlümdədir. Onların adı ilə bağlı olan hər bir şey mənim üçün çox böyük anlam daşıyır və həm qürur keçirdirəm, həm də ağrı hissi keçirdirəm. Mən Müşkinaz xanımın Cavid haqqında xatirələrim kitabını oxuyurdum. İnanın ki, həmin kitabda Müşkinaz xanım mərhələ-mərhələ keçdiyi yolların hamısını orada o qədər gözəl ishar eləyib yazıb və Müşkinaz xanım hər hansı bir yaradıcı insana həyat yoldaşı ola bilmənin ən gözəl nümunəsidir. Onun həyat yoldaşı gecələr oturub yazdığına görə səhər durub uşaqları yola salanda stolun üstünə yumşaq əski sərirmiş ki, qabları qoyanda o səs eləməsin ki, Cavid gecəni yatmayıbdı. Onu səs oyatmasın. Mən əminəm ki, Müşkinaz xanımın həyatında yaşadığı bəzi detallar var ki, siz onu danışa bilərsiniz ki, hansı ki sizə təsir eləyib ki, bunu oxuyanda avtobioqrafik bir... İki detal var məni məndən alan. Deyir, uşaqların yanında heç vaxt ağlamırdım. Deyirdim, narahat olmayın, atanız gələcək və son dəfə Cavidlə görüşə özü uşaqlar olmadan gedir. Çünki ona belə bir məlumat gəlir ki, tək gəlsin görüşə. Gedir Cavidlə görüşür. Cavid ona orada deyir ki, bu kitabda var. Uşaqlara bax, məni daha gözləməyin və Müşkinaz xanım, bu mənim xahişimlə ssenariyə salınıb. Orada yox idi belə bir səhnə ki, Müşkinaz xanım heç bir zaman ağlamayıb, həyatı boyu. Həyatında bir dəfə orada ağlayıb. Deyir ki, Cavid dedi ki, məni gözləməyin, mən göndərirlər Sibirə, uşaqlara da bunu demə, Turan dərslərini oxusun, əgər bunu bilsə, dərslərindən zəifləyər, Ertuğrul da bilməsin, nəsə bir gəncdir, nəsə bir şey edər. Müşkinaz xanım gəlir, yol gələndə, yolda... Deyir ki, orada oturdum, evimizə dönən yolda, divarın dibində, orada o qədər ağladım, göz yaşımı sildim, gəldim evə, uşaqlara xəbər verdim ki, hər şey yaxşı olacaq, atanız da gələcək. Turan da deyir, çox böyük fərahlıqla hazırlandı, dərsinə getdi və hər gün deyir, xoş xəbərlər gözləmək müjdəsi ilə. Bax, Müşkinaz xanım belə bir qadın olub və ən sonrası isə onu danışsam heç dözə bilməyəcəm. Ertuğrul əskərliyə gedir Tiflisdə, bəlkə xəstələnir, sətəlcəm olur, vərəm olur. Hətta Müşkinaz xanımın onun yanına getməyə pulu belə olmur. Evdən bir şeylər satır, əşyalar satır. Yenə son qəpiyini və gedir orada Ertuğrul'la görüşür və Ertuğrul orada canını tapşırır. Belə. Belə. Salam, sualım belədir. Dilara xanım, Eliş məhəllədən köçəndən sonra məhəllədə nə dəyişdi? Məhəlləmizin dadı duzu qaçdı, əhvalımız dəyişdi. Açığı məhəlləmiz söküləndə Elişin mənzilini belə tez dəyişəcəyini gözləmirdik. Allah rəhmət eləsin. Və bu dəyişkənlik bizim həyatı baxışımızı da dəyişdi. Ağlımızın ucundan belə keçməyən şeylər artıq bizi düşündürməyə vadar elədi. Biz nəyin dalınca qaçırıq?
nəyi eləmək istəyirik? Vaxtında üzümüzə, bir-birimizə lazım olan sözləri deməliyik. Deməməliyik ki, üz-üzdən utanar. Çünki həyat bizə başa saldı ki, hər şey üçün gec ola bilər. Zaman aman vermədən gec ola bilər. Odur ki, bir-birimizi sevdiyimizi, bir-birimizin işini bəyəndiyimizi, özünü bəyəndiyimizi, gözəl keyfiyyətlərimizi bir-birimizə deməliyik. Sonra çox gec olur. Bunu bizə Eliş öyrətdi. O Və vaxtı öyrətdi ki, gülməkdən öldürən insanlar adamı ağlamaqdan da öldürə bilərmiş. Yaxşı sözdür. Dilara xanım, o vaxtı xəbər çıxanda kimsə bizim dostlarımızın qrupu var, ora atmışdı ki, bəs Cabir rəhmətə gedib. Dedim, ha, ola bilməz, elə şey ola bilməz. Sonra digər yerdən xəbərlər oxudum. O qədər qəribə gəldi ki, elə bil, o deyir, lapdan getdi. Və adam inanmaq istəmirdi ki, belə şey olunmaz da, cavandır. Cabirin rəhmətliyin nə yaşı var idi ki? Sonra, xəbərləri təsdiqlənəndən sonra, elə bilirsən ki, doğma bir adamdır. Biz Cabir bəylə o qədər yaxından tanış deyildik, bəzən hardasa görüşür deyildik, amma elə bilirsən ki, doğma adamı itirmisən. Sizi üçün o his lap üst olar, çünki bir filmdə çəkilmişsiniz, dostluğunuz olub və Allah Cabirə qəni-qəni rəhmət eləsin. Biz, indi Əlixan deyir, yaxın olan, mən 3 il Planet Paris Bakuda bir yerdə biz işləmişik. Lap sırf yaxından tanış olmuşduq da. Və ölməmişdən 3 ay, 5 ay əvvəldə bir tez-tez məclislərdə görüşürdük. Yəni Cabir doğrudan da öyləsi oğlan dördü. Düzdür, bizə yaşdan o böyük idi. O deyirik pokoleni. Bizdən böyükdü, amma özünü elə aparmırdı heç vaxt ki, mən səndən böyüyəm falan. Eyni zarafatlar edirdik, eyni danışırdıq, gülürdük, yəni belə. Allah qəni-qəni rəhmət eləsin. Amin. Və mayın 15-i, 16-sı Heydər Əliyev adına sarayda Cabir İmanovun 50 illik yubileyi keçiriləcək. Hazırda məşqlər başlayıb, artıq ssenari yazılıb. Biz orada Cabiri yad edəcəyik, məhəlləmiz alınılacaq, Cabirin gördüyü işlər, oynadığı rollar. Bizə geri qalan nə qoyubsa, onlar hamısı bir-bir orada xatırlanacaq. İnşallah. Allah rəhmət eləsin. Çox sağ olun sualınız üçün. Təşəkkür edirəm. Sağ olun. Təşəkkür ederim. Rəxan, biz sizə nə yaxşı verilişdir, nə yaxşı bu ortamda. Çox yaxşı, xoşuma gəlir, çox Amma xoşuma. bu ortamın başında Irish Pub dayanır. Bəli, bax görürsünüz təyamlar, bir-birindən gözəl təyamlar. Gözəl. Irish Pub Bay Hollywood'a mən öz təşəkkürümü bildirirəm. Bax bu şəraiti bizə yaradır. Bax qonaqlarımız gəlir, qəşəng bir-birindən dadlı yeməklər yeyirlər, içirlər, gedirlər və razıda qalırlar. Gözəldir. Irish Pub'un bütün kollektivinə öz təşəkkürümü bildirirəm. Bay Hollywood. Alqışlar. Gəldik, çatdıq verilişimizin sonuna və həyəcanlı anına. O həyəcanlı an nədir? Bayaq dediyim kimi, qara qutu, hamı marağıdan bu qara qutuda nə var? Nə ola bilər təxmin? Elə bir adamın əşyası ola bilər ki, kövrələ bilərsiniz, sevinə bilərsiniz, amma Baxay. burada bayaq heyfslənirdi. Kaş ona gətirərdim. O buradadır, bəli, Dilarənin monoloqları. Dilarə xanım, görürsünüz? Oyda, burada hər bir obrazdır. Bəli, bəli. Emosiyalar. Bravo, bravo, bravo. Ay, nə gözəl. Siz nə gözəl insanlarsınız. Nə Görürsünüz? gözəl veriliş bu. Sevdim bunu. Bəli, bizim də öz
Dilara xanım, xahiş edirəm bu kitabdan biraz məlumat verəsiniz qısa və sonra Bu verilişimizi kitabda yekunlaşdıraq. mən artıq 4-cü ilə keçib ki, mən verilişimdə monoloqlar söyləyirəm. Zaman vaxt gəldi, mən bir baxdım ki, mən belə içim dolub, onları ipə sapa düzüb gözəl monoloqlar söyləmək istəyirəm. Bizim ssenaristimiz var, bayaqdan danışırıq Hoqqa, Əfsanə Qayıdır, bütün bu filmləri, mən verilişimin, seriallarımın ssenaristi Fariz Əliyev dedim Bəli, ki, bizim dostumuz Fariz qardaşımız buradan salamlayırıq. salamlayıram. Çox sağ olsun. Bütün bu anlar boyu həmişə Fariz yanımda oldu, yazdı. Mən olsun. onları sevə-sevə tamaşaçıya çatdırdım. Məsələn, orada belə bir söz var ki, xoşbəxtliyin öz rəngi olur. Ağı qaradan seçmək gərəkdir. Xoşbəxtliyin öz musiqisi olur, ritmini duymaq gərəkdir. Xoşbəxtliyin öz dadı olur, dadına çatmaq gərəkdir. Xoşbəxtliyin öz vaxtı olur. Nə tələsmək, nə gecikmək gərəkdir. Xoşbəxtliyin öz qapısı olur. O qapını döymək gərəkdir. Səmimiyyət faizinə Ölçək, ayaq ölçək, üstü. yəni ehtiyac Ehtiyac yoxdur, amma ölçək. Ölçək. Kim bəli. düşünür ki, Dilarə xanım verilən suallara qeyri-səmimi cavab verib qırmızı işarəni qaldırır, səmimi cavab veribsə göy işarəni. Buyurun. Çox sağ olun, sizi sevirəm, öpürəm. Çox inşallah qırmızı yoxdur, gözümdə Yoxdur, qırmızı yoxdur. Bir də qırmızı baş var. Kodu zəhmət olmasa Əlixan narahatdır. Gələn ayda, hə, gələn ay toydadır. Siz dərsin rəngi. Çox sağ olun, çox təşəkkür edirəm. Sağ olun. Sağ olun. Mən sizə bir söz deyim. Pulu ödəmək daha rahatdır. Nəinki o səmimiyyətsiz damğasını götürmək. Bəli. Dilarə xanım, bir daha təşəkkürümüzü bildiririk. Çox sağ olun. Var olasınız. Çox sağ olun. Mən bilirdim ki, bu veriliş səmimi, maraqlı. Çünki Dilarə xanım belə bir insandır ki, mən həmişə deyim, universal insandır. Qonağı Dilarə xanım kimi təqdim eləyən aparıcı görmədim. Doğrudan, mənim şəxsi fikrimdir. İnşallah bu yaxınlarda gələrsiniz. İkimizi birdən çağıraq. İkinizi birdən. Bəli, görəlim. Var olun, sağ olun Və oradan xahiş edirəm. Mən yemədim, pingvin kloku gətir. Yığıb aparacam. Parça isti-isti bu dəqiqə mən həll edirəm. Arış Pub tam hazırdır komanda. Bəli, bu dəqiqə həll edirik onu. Post terminal gəlsin. Bizim baş sponsorumuz olan Unibankın post terminalı zəhmət olmasa gəlsin və Nicat bəy Həmişəki kimi, bəli. Həmişəki kimi eləmə. Göstərmə qardaşım, mən hesab zat göstərmə. Nədə oldu? Bu qədər. Kifayət qədər Unibankın kartında pulu var. Narahat olma. Vur. Amma yenə də baxılmıyor. Oo. Ən çox kim yeyib burada? Vur. Siz yemisiniz ən çox? Hala xoşumu zarafat edirəm. İş gedib burada, Sən. iş gedib burada. Getdik. Yüksək şəkildə yeyinti gedib burada. Yeyinti yüksək səviyyədə. Sağ ol çox sağ qardaşım, olun. var ol. Hə. Sağollaşmırıq, hələlik deyirik. Çünki gələn həftə görüşürük və gələn həftə hansı qonağı görmək istəyirsinizsə, kimə suallarınız varsa şərh bölməsində yazın, qeyd eləyin, biz zəm vuraq, dəvət eləyə gəlsin və sualları da siz verin ona. Hələlik, sağ olun. Dərdimə dərman, səni bilirəm, amma qəlbimə gizlənirəm. Gözlərinə aldanıram, baxanda gözlərimə sən mənim dərdimə dərman. Səni bilirəm, amma qəlbimə gizlənirəm. Gözlərinə